İndi də insanların beynini gör nələrlə xarab eləyirlər. Güya Muhammed peyğəmbər ərəb olduğu üçün bizə ərəb peyğəmbəri lazım deyil. Nə bilim, ərəb Allahı lazım deyil bizə. Və bu ilə də insanların beyinlərini doldururlar. Bizə lazım deyil ərəbin Allahı, bizə lazım deyil ərəbin peyğəmbəri, ərəbin dini. Gəlin götürək, İsa peyğəmbər, mən sizə sual verirəm ki, İsa peyğəmbər hansı millətdən olub? Yəni ki, deyəcəksiniz ki, Yəhudi olub. Ya, məsəl üçün, lap Yəhudi olub, ərəb olub. Bax, dünyada 3 milyarda yaxın, 2 milyarddan çox, 3 milyarda yaxın xristiyan var. Bu xristiyanın içində Rusu da var, Azərbaycanlısı da var, ermənisi də var, türkü də var, farsı da var, fransızı da var, almanı da var. Yəni, hər millətdən var. O xristiyanlar bir kərəm durdular, dedilər ki, bizə Yəhudinin peyğəmbəri lazım deyil. Məsəl üçün, İsa peyğəmbər lazım deyil və ya Yəhudinin bizə Allahı lazım deyil. Bizə özümüzünki bəsdir. Bir kərəm durub dedilər ki, yox, biz onun Yəhudinin Allahına inanmırıq, Yəhudinin peyğəmbərinə, ya ərəb olsun, məsəl üçün İsa peyğəmbər, ərəbin Allahına inanmırıq, ərəbin peyğəmbərinə inanmırıq. Siz insanların beynini gör nələrlə doldururlar. Bizə ərəbin Allahı lazım deyil, bizə ərəbin peyğəmbəri lazım deyil. Məsəl üçün deyirlər ki, İmam Hüseyn şəhid olub Kərbalada da. Bizə ərəbin şəhidi lazım deyil. Bəs bizə öz şəhidlərimiz bəsdir. Biz öz şəhidlərimizə yas tutmalıyıq. Yaxşı, ərəbin şəhidi lazım deyil. Mən həmin o insanlara sual verirəm ki, deyirlər ki, ərəbin şəhidi lazım deyil. Ay Azərbaycanlı, ay o sözü deyən, hansı şəhidi və sən yas tutdun? Hansı şəhid və sən ailəsinə əl tutdun? Hansı şəhid və ailəsinə qayğı göstərdin? Ağzınızın zibillərini tökürsünüz ki, bizə ərəbin Allahı lazım deyil, ərəbin şəhidi lazım deyil, öz şəhidlərimiz. Yaxşı, ərəbin şəhidi lazım deyil. Öz şəhidlərimizə dəyər verirsiniz, öz şəhidlərimizi qiymətləndirirsiniz. Bax, Türkiyədə məsəl üçün şəhid gələndə millət elə bir qiyamət qopur. Millət hamısı qalxır, onu təmtəraqla qarşılayırlar. Məsəl üçün, onun ailəsinə ondan sonra hər cür xidmət göstərirlər, hər cür qayğı göstərirlər, sevgi göstərirlər. Ay bədbaxt, sən öz şəhidi və nə qayğısı, nə sevgi özündən götür, hamıdan götürmə. Hansı qayğını, sevgini göstərmirsən? Boş-boşuna ağızdan deyəni eşidirsiniz və qəbul edirsiniz. Xristiyanın da desinlər də, Rus desin ki, mənə Yəhudinin Allahı lazım deyil, Yəhudinin peyğəmbəri lazım deyil, İsa peyğəmbərə inanırlar. Və ya erməni desin ki, mənə Yəhudinin peyğəmbəri lazım deyil, Yəhudinin Allahı lazım deyil. Siz insanların görün beyinləri nələrlə doldururlar, nə qədər axmaq fikirlərlə doldururlar. Bütün dünyada Allah bir dənədir. Xristiyanın da Allahı birdir, Yəhudinin də Allahı birdir, müsəlmanın da Allahı birdir, bir dənədir. Yəni, onun üçün, bax, İmam Əli əleyhissalama sual verir. İmam Əli əleyhissalam, İmam Hüseyn əleyhissalam, İmam Həsən əleyhissalama deyir ki, oğul, əgər Allah iki olsaydı, dünya hər zaman çaxnaşma içində olardı. Yəni, bir-birlərini müharibə elədilər bir-birlərinə ki, yox, mənim ərazimdir, yox, mənim ərazimdir. Bir dənədir ki, onun üçün deyir ki, Allah bir dənədir. Ay bədbaxtlar, ərəbin də, Azərbaycanlının da, Rusun da, erməninin də Allahı birdir. Sadəcə olaraq sizin beyninizi gör nələrlə doldururlar ki, bizə ərəbin Allahı lazım deyil, bizə ərəbin peyğəmbəri lazım deyil və ya bizə ərəbin şəhidi lazım deyil. Öz şəhidlərimizə nə dəyər verirsiniz? İçimən qarışıq. Öz şəhidlərimizə nə dəyər vermişik? Öz şəhidlərimizin ailələrinə nə dəyər vermişik? Hansı xidməti göstərmişik? Onlar öz canlarını qurban veriblər ki, ay filanca, ay natiq, elə özümdən götürəm, ay natiq, mən gedirəm sənə görə mən canımı qurban verirəm və ailəm sənə əmanətdir. Və ya başqası, ay Elman, ay Sübhan, ay filan kəs, ay vətən oğlu, ailəm sənə əmanətdir.
Biz öz şəhidlərimizə nə dəyər vermişik? Biz öz şəhidlərimizi nə qiymətləndirmişik? Onlar öz oğulları, onların oğulları necə xidmət göstərirlərsə, həmin o şəhidlərin anaları da bizim analarımızdır. Biz də onların oğlanlarıyıq, biz də onların övladlarıyıq. Öz anamıza necə xidmət göstərirsə, bəli, şəhidlərin ailələrinə də elə xidmət göstərməliyik. Ağızdan deyəni durub, boş-boşuna ağızdan deyəni danışmayın. Hansı şəhid ailəsinə sən dəyər vermisən, hansı şəhid ailəsinə xidmət göstərmisən, hansı qaziyə, qazi ailəsinə sən xidmət dəyər göstərmisən? Durub boş-boşuna lazım deyil ki, mənə ərəbin Allahı lazım deyil, mənə ərəbin peyğəmbəri lazım deyil. Xristianlar da elə söz desinlər də və ya yəhudilər də elə söz desinlər, başqa dindən də olanlar elə söz desinlər. Görürsünüz, nə qədər cahilsiz, nə qədər cahilliyyət alıb gedib bu müsəlmanları baş alıb. Azərbaycanlıların da beynini bax, indi doldururlar, bu yolla doldururlar ki, bizə ərəbin Allahı lazım deyil, bizə ərəbin peyğəmbəri lazım deyil. Amma xristianlar heç vaxt elə söz deməyib. Rusu da, ermənisi də, türkü də, azərbaycanlısı da, xristian olanlar deyiblər ki, İsa peyğəmbər bizim peyğəmbərimizdir. İsa'nın Allahı bizim Allahımızdır. Hamısı bu cahiliyyətdən əl çəkin. Mənim əziz xalqım, bizim evimizi bu cahilliyyət yıxır. Bizim evimizi bu savadsızlıq yıxır. Ağızdan deyənə inanmayın, düşünün. Demirsiniz şuur, insanı heyvandan ayıran şuurdur. Bir şuurla oturun, düşünün. Niyə ağızdan deyənə inanırsınız? Mənim bütün videolarımı izləmək üçün kanalıma abunə olun. Keçmiş və gələcək videolarımı izləyin. Bütün videolarımı izləyin. Əgər hansı videom xoşunuza gəlirsə, orada təkrar paylaşma var. Təkrar paylaşın. İnsanlar ayırsınlar, təkrar paylaşın. Mən demirəm mən savadlıyam. Mən savadsızam. Mən ən savadsızam. Amma mən savadsız başımdan yenə də fikirləşirəm, şuurumla fikirləşirəm ki, aləmin Rəbbi, aləmin Allahı bir dənədir. Gəlin birləşib, cahilliyyətdən əl çəkək. Cahilliyyət bizim evimizi yıxır. Mənim videolarımı yenə deyirəm, xoşunuza gələn videoları yenə paylaşın. İnsanlar ayılsınlar.